Hərflər tanımır, yazı yaza bilmirəm. Mən neynəməliyəm? Getdim inturisdə bir otaq götürdüm. Bir 10 nəfər çox savadlı adamlar götürdümsə, ən yüksək savadlı adamları. Bunlara dedim ki, gəlməyin mənim işləyin, sizə 10-15 min dollar ayda maaş verəcəm. 20 min dollar maaş. Hər birinə? Hər birinə. Doğrudan da işi qurdum, elə qurdum ki, iş elə gedir ki, bilirsən, avtomat. Mən oturmuşam, çoban, başda. Ama alimler de işleyip. Hərflər tanımır, yazı yaza bilmirəm. Mən neynəməliyəm? Getdim inturisdə bir otaq götürdüm. Bir 10 nəfər çox savadlı adamlar götürdümsə, ən yüksək savadlı adamları. Bunlara dedim ki, gəlməyin mənim işləyin, sizə 10-15 min dollar ayda maaş verəcəm. 20 min dollar maaş. Hər birinə? Hər birinə. Doğrudan da işi qurdum, elə qurdum ki, iş elə gedir ki, bilirsən, avtomat. Mən oturmuşam, çoban, başda. Ama alimler de işleyip.